Hər vaxtınız xeyir olsun, dəyərli Əmlak City-nin izləyiciləri. Bu günləri sizlərə Yeni Yasamalda Əsəd Əhmədov küçəsində Avrasiya Kollecinin düz yanında 17 mərtəbəli binanın 15-ci mərtəbəsində 3 otaqdan 4 otağa düzəlmək 160 kvadrat metr kubcalı geniş mənzillə tanış etmək istəyirəm. İndi isə gəlin mənzilimizlə yaxından tanış olaq. Bura mənzilimizin qonaq otağıdır. Qeyd etmək istəyirəm ki, mənzilimizin qonaq otağını mətbəxlə bir yerdədir, yəni mətbəx studiyadır. Gördüyünüz kimi mənzilimizin qonaq otağı genişdir, işıqlıdır, yelçəkəndir, gün düşəndir. Ən əsası da odur ki, qarşısını heç bir bina kəsmir, qarşısı tam açıqdır. Mənzilimiz yenicə təmirdən çıxıb və bir gündə olsun belə mənzilimizdə yaşayış olmayıb. İndi isə gəlin mənzilimizin digər otaqları ilə sizləri tanış edim. Bura mənzilimizin digər bir yataq otağıdır. Gördüyünüz kimi mənzilimizin bu yataq otağı da genişdir, işıqlıdır, yelçəkəndir, gün düşəndir. Bu mənzilimizin bu yataq otağının da qarşısı tamamilə açıqdır. Mənzilimizin bu otağında kombi avadanlıqları və kommunal sayğaclar yerləşir. Bunları da sizlərə təqdim edim. İndi isə keçək mənzilimizin digər yataq otağı ilə sizi tanış edim. Bura isə mənzilimizin növbəti yataq otağıdır. Bu yataq otağı da genişdir, işıqlıdır, yelçəkəndir, gün düşəndir və yataq otağı kimi kifayət qədər çox böyükdür. Qeyd etmək istəyirəm ki, mənzilimizin çıxarışı var. Mənzilimiz çox keyfiyyətli bir binada yerləşir. İndi isə keçək mənzilimizin növbəti 3-cü yataq otağı ilə sizləri tanış edim. Burada mənzilimizin növbəti bir yataq otağıdır. Gördüyünüz kimi bu yataq otağında pəncərəsi vardır. 3-dən 4-ə düzəlmə olsa da bütün otaqların pəncərə sistemi vardır və gün düşən yelçəkəndir. Gördüyünüz kimi bu otaq da kifayət qədər böyükdür. İndi isə gəlin sizləri mənzilimizin sanitar qovşaqları ilə tanış edim. Mənzilimizdə qeyd etmək istəyirəm ki, 2 sanitar qovşaq mövcuddur. Bu mənzilimizin bir sanitar qovşağı gördüyünüz kimi kifayət qədər böyükdür və bütün aksesuar avadanlıqları ilə də təmin edilib. Keçək mənzilimizin digər sanitar qovşağına. Burası mənzilimizin növbəti sanitar qovşağıdır. Sonda qeyd etmək istəyirəm ki, mənzilimiz dəyərindən aşağı satılır. Mənzilimiz 17 mərtəbəli binanın 15-ci mərtəbəsindədir. 3-dən 4-ə düzəlmədir. 160 kvadrat metrdir. Çıxarışı var. Real alıcılara endirim olunacaqdır. Mənzilimiz baxmayaraq ki, dəyərindən aşağı satılır. Mənzilin qiyməti aşağıda şərh bölməsində qeyd ediləcəkdir.